Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Avstraliya materiki haqqında məlumat verəcəyik. Deməli, Avstraliya materiki yerləşir Cənub-Şərq yarımkürəsində. Avstraliya materiki sadəcə iki yarımkürədə yerləşir. Avstraliya materikinin ən hündür nöqtəsi Kastuşka zirvəsidir. 2228 metr hündürlüyə malikdir. Ən alçaq nöqtəsi isə Eyr gölüdür. -16 metr hündürlüyə malikdir. Avstraliya materikinin relyefi haqqında danışsaq, materikin qərb hissəsində Qərbi Avstraliya yaylası, daha sonra Böyük Viktoriya səhrası, Böyük Qumlu səhra, mərkəz hissəsində Nallarbor düzənliyi, şərq hissəsində Böyük Artezyan hövzəsi və ən önəmli dağlardan biri Böyük su harici dağları yer alır. Qeyd edeyim ki, Böyük su harici dağları Paleozoy erasında yaranmışdır. Kaleodon Hertzin dağ əmələ gəlmə mərhələsinə aiddir. Avstraliyada heç bir cavan dağ yoxdur. Avstraliya tamamilə platformadır. Avstraliyada geosinklinal ərazi deyil. Heç bir vulkan zəlzələ hadisəsi baş vermir. Avstraliya materiki dünyanın ən quraq materikidir. Bunun bir sıra səbəbləri var. Ən önəmli səbəblərindən biri ərazisindən cənub tropik xəttinin keçməsidir. Digər bir səbəblərdən biri isə materikin şərq hissəsində böyük su harici dağların olmasıdır. Böyük su harici dağları Sakit Okeandan gələn rütubətli hava kütləsinin materikin içərilərinə daxil olmasına imkan vermədiyi üçün materikin mərkəz və qərb hissələri nisbətən quraqdır. Materikin qərb hissəsinin quraq olmasının digər səbəblərindən biri isə materikin qərbindən soyuq qərbi Avstraliya cəryanının keçməsidir. Qeyd edim ki, əgər materikin sahilindən və yaxud hər hansı bir ərazidən soyuq okean cəryanı keçərsə, həmin ərazidə səhra, yarımsəhra landşaftı formalaşır. Bir hissəsindən, əgər hər hansı bir hissəsindən isti cəryan keçərsə, burada isə rütubətli iqlim formalaşır. Necə ki, materikin şərq hissəsindən isti Şərqi Avstraliya cəryanı keçir. Materikin iqlimi haqqında məlumat versək, Avstraliya materiki yerləşir subekvatorial, tropik, subtropik iqlim qurşaqlarında. Materikin əsas hissəsində yalnız bu üç iqlim qurşağı var. Yalnız Tasmaniya adasında mülayim iqlim qurşağı yayılmışdır. Materikin şimal hissəsində Arnhem və Cape York yarımadaları yerləşir. Bu yarımadalar yerləşir subekvatorial iqlim qurşağında. Ərazisində yayılan təbii zona savanna və seyrək meşələrdir və ərazisində qırmızı qonur torpaqlar yayılıb. Materikin mərkəz hissəsi yerləşir tropik iqlim qurşağında. Qərb və mərkəz hissələri xüsusilə buralarda səhralar formalaşıb. Materikin şərq hissəsində isə tropikin rütubətli, yəni tropik dəniz tipi yayılmışdır və burada dəyişən rütubətli meşələr təbii zonası yayılıb. Materikin cənub hissəsi yerləşir subtropik iqlim qurşağında. Deməli, materikin cənub-qərb hissəsində subtropikin aralıq dəniz tipi, mərkəz hissəsində Nallarbor düzənliyində subtropikin kontinental tipi, şərq hissəsində, cənub-şərq hissəsində isə subtropikin bərabər rütubətli tipi formalaşmışdır. Həm cənub-qərbində, həm də cənub-şərqində isə codyarpaqlı meşə və kolluqlar təbii zonası və qəhvəyə torpaqlar yayılmışdır. Avstraliya materikindəki çaylar demək olar ki, çoxu daxili axar su hövzəyə aiddir. Materikin okeana aid olan çayları, yəni okeana tökülən çaylar çox azdır. Bunun səbəblərindən biri isə materikin ən quraq materik olmasıdır. Avstraliya materikinin ən böyük çay sistemi Murray-Darling çay sistemidir. Bu çaylar Böyük Avstraliya körfəzinə tökülür və Böyük Avstraliya körfəzi isə Hind okeanı hövzəsinə aiddir. Materikin şərq hissəsində böyük su harici dağlarından başlayan çaylar isə Sakit Okeana tökülür. Yəni materikin şərqi hissəsinə tökülən çaylardan gedir söhbət. Bu çayların mənsəbi isə Mərcan və Tasma dənizləridir.